Gələn il pensiyaların miqdarı bu qədər olacaq. Dövlət Sosial Müdafiə Fondunun gələn il proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-i və ya 8,2 milyard manatı əhaliyə ödənişlər təşkil edəcək. AzXəbər.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev parlamentin son keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir. 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyaların orta aylıq məbləğinin cari ildəki 576,2 manatdan 53,3 manat artaraq 629,5 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəz etmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbətən müvafiq olaraq 49,5% və ya 50,41% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatının minimum normalları haqqında müvafiq konvensiyasına cavab verəcək deyə deputat vurğulayıb.